Salam dostlar, mən Məmmədov Fəriqə, Bakı Dövlət Universitetinin Kimya Fakültəsinin kimya müəllimliyini oxuyuram. YouTube səhifəsi açmaq belə bədahətən gəlmədi. Yəni riski gəlmədi ki, ayala YouTube səhifəsi açım. YouTube səhifəsini açmaq çoxdan istəyirəm. Hətta bunun üçün çoxlu videolara baxırdım, özüm motivasiya alırdım. Ha çəkəcəm, heç vaxt çəkməyə belə cəsarət tapırdım. Yəni arxa dayaq axtarırdım və yaxud da nə bilim deyirdim ki, mən sosial anksiyetam var, belə telefonla nətər cəmaatın içində belə yuxarıdan tutacağam falan. Belə bu cür düşüncələr mənim bu videoları çəkməyimə əngəl idi, belə deyim. Bəli, dediyim kimi kimya müəllimliyini oxuyuram. Bunu deyən kimi risk ağlına gəlir. Tibbə hazırlaşıb kimya müəllimliyinə düşürdü. Bəli, bu realdır. Tibbə hazırlaşmışım, kimya müəllimliyinə düşmüşəm. Bunun üçün peşmanam, 1 qram da olsa peşman deyiləm. Ay Allah, yaxşısı nədir? Mənə bunu veribdi. Müəllimlik çox gözəl sənətdir. Bunu Bakı Dövlət Universitetində oxuyaraq deyil də, hal-hazırda tələbəyəm. Bunu mən belə başa düşdüm. Tələbəyəm və müəllimlərimin üçün, düzdür, müəllimlərin yaxşısı pisi olmur. Amma yəni xoşlamadığımız müəllim olur da. Şagird vaxtı həqiqət xoşlamadığımız müəllim olur, bu realdır. Amma inanırsınızmı ki, indi bu dəqiqə hal-hazırda elə bir müəllim yoxdur. Yəni bütün hamısı üçün çox darıxıram, dəhşət darıxıram. O deyirlər ki, bir müəllimlər sizin valideyniniz kimidir, valideyniniz kimi əzizdir, həqiqətən elədir. Məsələn, mən şəhərə gedəndə, öz şəhərimizə gedəndə ilk fikirləşdiyim valideynlərimlə, ailəmlə danışım, söhbət edəndən onlarla görüşüm, program qaçım müəllimlərin yanına. Çünki niyə? Artıq müəllimlər zaman keçsə o qədər bizə əziz olur ki, həm bizə bilik verirlər, həm bizə qayğı ilə yanaşırlar. Bu da valideynin sevgisi kimi olur. Valideyn kimi əziz olmağa başlayır. Və mən də uşaqların, yəni çox uşağa valideyni qədər əziz olmaq istəyərəm. Yəni uşaqların belə deyim, sevdiyi bir insan olmaq istəyərəm də və müəllimlik də bunun üçün ideal sənətdir məncə. Deməli mən bu videoda nə çəkəcəm? Hər dəfə içeriğimiz fərqli olsun da. Bu videoda Bakı Dövlət Universitetini sizi gəzdirəcəm. Bu təbii ki də kimya müəllimliğinə hazırlaşan uşaqlar üçün və yaxud da kimya fakültəsi üzrə, kimya mühəndisi üzrə hazırlaşan və yaxud da kimya üzrə hazırlaşan uşaqlar üçün deyil də. Bu bütün fakültəyə hazırlaşan Bakı Dövlət Universitetinin uşaqları üçündür. Tamam. İnandım. Biraz şübhəli çünki bütün patokları, yəni bütün şeyləri tanımıram. Korpusları tanımıram. Öz korpusumu tanıyıram, onu da tam tanımıram. Bəzən içini itirəm. Öz fakültədən kənara çıxan kimi itirəm. Amma inşallah ki, bugün itməliyik. Sizə də birlikdə itəcəyik. Baxaq görək Bakı Dövlət Universitetində kimya fakültəsində başqa nələr var. Mən də sizinlə birlikdə keşf eləyəcəm. Amma kimya fakültəsini tanıyıram, oranı gəzdirə bilərəm sizə. Nəysə, gedək bu gündən Bakı Dövlət Universitetini gəzək görək. Necə yerlər var. Biz hazırıq. Artıq yola çıxa bilərik. Hər gün metrolar bu qədər dolu olmaq məcburiyyətindədir. Amma mən tətildə fikir verdim ki, metroları dolduran elə tələbələrin özüdür. Yaxşı ki, metrodan çıxanasa uzun bir yol yeriməyə. Bakı Dövlətin avantajlarından biri də odur. Birbaşa Elmlər Akademiyasının Bakı Dövlətə çıxmağıdır. Ayda bu mənzərəyə söz ola bilməz. Bunun arxasındakı işıqlar, onu keçirəmək qırağa. Ayda Bakı Dövlətə axşam getməyinizi və yaxud da qışda səhər tezdən getməyinizi tövsiyə görürəm. Hər tərəfin işıqlı olmaq insana o qədər ilham verir ki. Bu arada bu bizim korpusumuzda əsas korpusu olan fakültələrdən elə biridir. Kimya fakültəsidir, yəni bizim fakültəmiz. Bu arada buradakı işıqları təzə qoydular yeni ilə görə bu böyük ayrıntını deyim. Bura bizim fakültədir, kimya fakültəsi. Burada bu cədvəldə kimya fakültəsinin kafedralarının yerləşdiyi mərtəbələri göstərir. Əsas məsələ Faculty of Chemistry. Mən bunu ilk dəfə görəndə o qədər həyəcanlanmışdım. Kimya fakültəsində oxuduğunun aydınlanmasını o vaxt fərq elədim. Və KM 82-ni axtarıram burada. Birinci kursların jurnalları yoxlanır deyə buraya yığıbdılar və sizə kimyanın yolkasını göstərmədən keçə bilməzdim. Kimya fakültəsinin yolkası belədir. Burada kimya fakültəsində olan professorlar və dekanların şəkilləri və adları qeyd olunubdur. Və fikir verdinizsə kimya fakültəsində o qədər də yaxşı bəzəməyibdilər. Amma biologiya fakültəsinə baxın. Biologiya fakültəsi çox gözəldir. Yəni yeni ilin gəldiyini həqiqətən hiss eləmək mümkündür. Bunu bu arada kimya fakültəsi görsə məni öldürər. Kimya fakültəsindən biologiya fakültəsi məncə biraz rəqabət içərisindədir, amma nəysə. Biraz da Bakı Dövlətin gəzməli yerlərinə baxaq. Bu yolka 1919 tərəfdə yerləşir. 1919 kafesi Bakı Dövlət Universitetinin ən böyük bufetidir.
ilk dəfə Bakı Dövlətə gələndə Əmirci Bakı Dövlətində və 1919 adını eşidirdim. Bura tələbə məkanıdır. Tələbə məkanı təzə tikilib, orada gedəcəyik. Bura 1919-un içidir. 1919-da yazılmamış bir qanun var. Ad günü varsa hamı əl çalır. İlk dəfə görəndə şoka düşmüşdüm, dedim bu niyə hər kəs əl çalır. Bu 3 saylı ilə əsas korpus arasında yerləşən parkdır. Burada daha maraqlı şeylər var idi, prosto bunları çəkə bilmədim. Bu da əsas girişdən əsas korpusa tərəf gedən yolda yerləşən parkdır. Səhərlər burada o qədər də çox adam olmur əslində. Günortadan sonra mı çox adam olur? Orada hətta kitab evi də var, ondan istifadə edə bilərsiniz. Bura tələbə məkanıdır. Tələbə məkanı dediyim kimi yayda təzə tikilibdir. Burada tikin tələbə məkanı var və onlar burada bəzi tədbirləri, kiçik tədbirlərini burada həyata keçirirlər. Bura 2 sayının 10-cu mərtəbəsidir. Tələbə İnkişaf Mərkəzi. Bu da təzə hal tikilibdir. Ümumiyyətlə 2 saylı təzə təmirdən çıxıbdır. Bura uşaqların, tələbələrin əylənməsi üçün və dərs oxuması üçün bir yerdir. Həqiqətən də Bakı Dövlət hər şeylə bizi təmin edibdir. Yəni burada bizim başımızı qarışdırmağa daha qəşəng ruhiyyəli dərs oxuya biləcəyimiz bir yer hazırlayıbdır. Hətta içərisində kombi, kondisioner var. Hər şey var. Və artıq evə gedirik. Bugün çox yoruldum. Bilirəm ki, video xoşunuza gəldi. Çəkə bildiklərimi çəkmişəm. Maraqlı gəlsə davamını da çəkərəm. Digər korpuslara da gedərəm. Orada da maraqlı videolar çəkə bilərəm və artıq görüşərik. Sağ olun dostlar.